Azadlıq prospektində deyəsən, qızıl rəngdə olan Opel'dir, səhv eləmirəmsə. Avtobus yoluna çıxıb dayanır. 85 nömrəli avtobus 90 JS 101 gəldi sürətlə də vurdu, Opel'in qabağını apardı. Düzdür, avtobus zolağıdır, maşın gözləməlidir. Amma hər halükarda bu artıq çıxıb da, orada dayanıb. Sizcə avtobusun gəlib maşını vurub əzməsi nə dərəcədə düzgündür? Yəni bu maşın yox, orada bir uşaq ola bilərdi, burada bir heyvan ola bilərdi. Bu mənim subyektiv fikrimdir. Hər hansısa bir canlı ola bilərdi. Onda da avtobus şoförü mənim yolumdur deyə gəlib vurmalıydı. Siz nə deyirsiniz?